Xəstə arasında yaranan bir anlaşılmazlıq bəzən sadəcə narazılıqla bitmir. Səhlənkarlıq, yanlış diaqnoz, etik davranış qaydalarının pozulması və hüquqi məsuliyyət. Tibb müəssisələrində baş verən konfliktlər hansı məqamda cinayət və ya mülki məsuliyyət yaradır? Bu cür problemlərin qarşısını almaq mümkündürmü? Studiyada mövzunu vəkillər Esmira Rzayeva, Qəhrəman Qarayev, Xəyalə Quliyeva və ali dərəcəli həkim mama ginekoloq Arzu Məhərrəmova müzakirə edəcəklər. Qanun və icra. Bugünkü mövzumuz həm mənim üçün, həm də mənim tamaşaçılarım üçün çox maraqlı bir mövzudur. Vəkil Əkbər Yusifoğlu'nun təqdimatında. Birazdan ARB-də qanun davranışının sərhədini müəyyən edir, vicdan isə onun ölçüsünü. Şərur MTK-nın baş sponsorluğu ilə qanun və icra başladı. Şərur Mənzil Tikinti Kooperativinin sədri İsfəndiyar Axundov. Şirkət artıq 30 ildir ki, Bakı şəhərində mənzil tikməklə məşğuldur. Ona görə də çox böyük təcrübəyə malikdir. Yəni binalarımız həm keyfiyyətli, həm dayanacaqlı, həm də vaxtında qazın suyunu işığın veririk. Ona görə də biz müraciət edirik sakinlərə. Yasamalda, Sarayda, Xırdalanda, Qobuda mənzillərimiz var. Təmir evləri üçün 25.000 manat, təmirsiz üçün 5.000 manat ilk ödəniş olacaq və uzun müddətli mənzillərə sahib ola bilərlər. Qapımız hər zaman üz-üzə açıqdır. Salam, hörmətli tamaşaçılar, qanun və icra proqramı biz yenə sizinlə. Bugünkü mövzumuz tamaşaçıların bizə daxil olmuş zəngləri üzərindən təkrarən tibb müəssisəsi və tibb müəssisəsində yaranan fikir ayrılığa görə xəstə və həkim arasında yaranan münasibətlərin istər cinayət hüquqi xarakterli və istərsə də mülki hüquqi xarakterli münasibətləri çözmək üçün çox dəyərli vəkil və həkim dəvət eləmişəm. Hesab edirəm ki, bugünkü verilişimiz daha çox maraqlı olacaq. Belə ki, bu günləri cəmiyyətimizdə yetərincə həm müharibə və müharibədən sonra və müharibə illərində əlilliyi olan şəxslər, qazilərimiz və xüsusilə də xəstə valideynlərimiz bu və digər formada tibb müəssisəsində müalicə alan insanlarla bağlı, tibbi sığorta ilə bağlı yaranan münasibətlər, ödənişlərlə bağlı və narazı və razı tərəflərin məhkəmə müstəvisində mülki hüquq münasibətlərinin kompensasiya hansı halda yaranır və yaxud da hansı halda cinayət məsuliyyətinin əsasları yarana bilər. Bununla bağlı fikir mübadiləsi aparmaq üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü vəkil Qəhrəman Qarayev dəvət eləmişik və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Xəyalə xanım Quliyevanı dəvət eləmişik və çox dəyərli Respublikamızda tanınan həkimlərdən Arzu Məhərrəmova. Xoş gəlmişsiniz. Bax, bugünkü mövzumuz hamımızın ailəsində, qohum-əqrəbədə, dostda, tanışda xəstəliklə və eyni zamanda təqaüdlə, əlilliklə bağlı istəsək də, istəməsək, gizləsək də, gizlətməsək çox müraciətlər var. Bax, elə pərdə arxası Qəhrəman Qarayev mənə söylədi ki, mənim də qohumlarım var. Sual verirlər ki, belə bir bizə müraciət var və filan kəsin filan problemi var. Mən də söyləyim, valla mənim qohumlarım da mənə danışırdı. Birinci öz adına utanır danışmaq. Çünki biz vəkilik. Birinci işi bizlə görərdilər də. Bizə dəyərlər. Bax, onunla bağlı çox ciddi problemlər yaşayırıq. Qəhrəman mənim, xoş gəlmişsiniz. Təşəkkür edirəm. İlk öncə dəvətinizə görə sizə təşəkkür edirəm. Ümumiyyətlə, bu verilişin ərsə gəlməsində əməyi olan hər bir şəxsə təşəkkür edirəm. O cümlədən bizim dəyərli tamaşaçılarımıza təşəkkür edirəm ki, dəyərli vaxtlarını ayırıb bizə tamaşa edilir. Xüsusən də nəzərə alsaq ki, nahar fasiləsinə düşür. Buna görə də ayrıca tamaşaçılarımıza təşəkkür edirəm. Bəli, dediyiniz məsələ həqiqətən çox aktual məsələdir. Birinci aktuallığı ondan ibarətdir ki, bizim ümumiyyətlə səhiyyə sistemimiz bəlli məsələdir ki, indiyə qədər bu reformasiyalar keçirilir, yeniliklər olur, həm hüquqi baza yeniliklənir, həm də ki, təşkilati hüquqi forma,
idarə etmə strukturu, bunların hamısı yenilənir. Sözsüz ki, dövlətimizin qarşısına qoyduğu bir məqsəd var, səhiyyə əlçatanlığının təmin olunması, hər bir Azərbaycan Respublikası vətəndaşının tibbi sağlamlığının əlçatan olması, bununla bağlı kifayət qədər işlər görülür. Və bunun nəticəsi olaraq da düzdür, bəzən bu elə bir sahədir ki, xüsusən səhiyyə sahəsi, əhalinin sağlamlığı ilə bağlı olan bir sahə, həm önəmi, mahiyyəti baxımından çox önəmlidir, həm də bayaq vurguladığım kimi idarəetmə təşkilatı struktur formasının yaradılması mexanizminin özündə bir mürəkkəblik, müəyyən müddət tələb edən, zaman tələb edən məsələlərdir. Bununla bağlı sözsüz ki, biz özümüz də həm bizim dövlətin qarşıya qoyduğu məqsəd odur ki, ən inkişaf etmiş Avropa dövlətlərinin səhiyyə sisteminə uyğun olaraq həm səhiyyənin, müalicə, profilaktikanın keyfiyyətinin yüksəldilməsi, həm də bayaq vurguladığım kimi hər bir vətəndaşın səhiyyə, müalicə tələbatının uyğun şəkildə qarşılanması ilə bağlıdır. Bəlli məsələdir ki, hazırki bu islahatlar, geniş islahatlar hədəflənmiş bir nöqtəyə uyğun davam etsə də, inkişaf etsə də, sözsüz ki, nöqsanlardan da xaric deyil. Yəni, biz bugün səhiyyə sistemində köklü islahatlar bir neçə il bundan öncə getməsini nəzərə alsaq, bizim səhiyyə sistemimiz Avropanın ən inkişaf eləmiş səhiyyə sistemi olan dövlətlərin səhiyyə sisteminə bərabər ola bilməz. Bunun üçün də müəyyən vaxt lazımdır. Amma hər halda bizim səhiyyə sistemimiz hansı formada, hansı reformasiyalar, hansı yenidən qurmalar, islahatlar keçirilməsindən asılı olmayaraq, dövlətimizin vətəndaş qarşısında bir konstitusiyon öhdəliyi var. Onun sağlam ətraf mühitdə yaşamasını təmin eləmək, o cümlədən onun sağlamlığının yüksək səviyyədə qayğısına qalmaq kimi dövlətin öhdəliyi var. Bu günləri cəmiyyətimizdə tibbi sığorta ilə bağlı, mən ümumi fikrimi söyləyeyim, bu günləri tibbi sığorta ilə bağlı canı ağrıyan, səhhətinə problem olan insanlar özlərini asılı olmaq həkim və ərazi üzrə belə deyək ki, tibb müəssisələrinə müraciət edir. Bax, orada yarana biləcək konfliktdir. Məsələn, insan başa düşürür, bunun canı ağrıyır, həkimin yanına getməlidir. Çünki birisiz, bəzi hallarda az yaşların, belə deyək, biz insanıq, bədənimizin hər hansı bir orqanı və hər hansı bir hissəsi ağrıyanda dilimizlə, gözümüzlə, əlimizlə ona işarə edir ki, mənim falan yerim ağrıyır. Amma az yaş uşaqlar var, təzə doğulmuş uşaqlar var. Onların dili yox, gözü yox, yəni əli yox. Hər hansının ağrısı onu bildirsin. Yəni biz həkimləri mən həmişə müdafiə eləmişəm. Elə həkimləri var ki, bu günləri insanlar onların əlindən öpməyə hazırdır. Yəni o qədər şəfaveverici həkimlərimiz olub. Mən ümumiyyətlə bugünkü mövzumuz elə bir mövzudur ki, yəni kimisə haqqına girək, kimisə müdafiə eləmək, kimisə haqqına girək, kimisə müdafiə eləmək prinsipindən bu verişi təkrar mən vermirəm. Sadəcə mən demək istəyirəm ki, həqiqətən də belə konfliktlər yaranır və konfliktlərin çözmək üçün istəyir cinayət hüquq xarakterli olsun, istəyir də belə deyək ki, mülki hüquq xarakterli olsun. Bu məsələni hüquq münasibətlər tənzimləyir. Görək Xəyla xanım fikri necədir? Buyurun. Təşəkkür edirəm Əkbər müəllim söz verdiyiniz üçün. Hər kəsi salamlayıram. Mən də hesab edirəm ki, bugünkü mövzu çox həssas mövzudur. Eyni zamanda cəmiyyət üçün artıq dərəcədə vacib bir mövzudur. Belə ki, həkim peşəsi təkcə ali təhsil, bilik tələb edən peşə deyil, eyni zamanda böyük məsuliyyət tələb edən bir peşədir və hər kəsin tibbi yardım almaq, öz sağlamlığını qorumaq bir hüququ var və bu Azərbaycan Respublikasının konstitusiya hüququ ilə qorunur bu hüquq və tibb məsələlərində keçirilən əməliyyat zamanı, hər hansı bir göstərilən xidmət zamanı əgər vətəndaşlar hər hansı bir zərər görürlərsə, bu zərəri onlar kompensasiya edə bilərlər. Həmin deməli, məsuliyyətə cəlb olunmalı şəxsləri məsuliyyətə cəlb eləyə bilərlər. Hesab edirəm ki, ümumiyyətlə düzdür, bizim yaxşı həkimlərimiz də var, çox savadlı və
bilikli həkimlərimiz var, amma eyni Necə bizə zamanda peşə fəaliyyətinə hörmətlə yanaşan savadlı vəkillərimiz bəli, olduğu savad kimi olduqca çoxdur, bəli. Amma eyni zamanda deyək ki, peşə fəaliyyətinə məşğul olmağa icazəsi olmayan şəxslər var. Deyək ki, məsələn, özə tibb məsələlərdir, bununla bağlı lisenziyası yoxdur və yaxud da lisenziyada göstərilən xidmət... təhsili də belə yoxdur. Təhsili də yoxdur, ali təhsili də deyək ki, tibbi ali təhsili yoxdur və yaxud da ki, özəl tibb məsələlərdəsə, həmin tibb məsələlərində lisenziyasında göstərilən xidmətlərdən kənar bir xidmətlər göstərilirsə və yaxud da ki, dövlət tibb müəssisəsidəsə, həmin dövlət tibb müəssisəsinin nizamnaməsində qeyd olunmayan bir xidmətlərin göstərilməsi ilə məşğuldursa və təbii ki, bunun nəticəsi yaxşı bitmir. Çünki bunun həmin tibb işçisinin bunu nə səlahiyyəti çatmır, nə də buna biliyi çatmırsa və bu təbii ki, pis bir şeylə nəticələnəcəkdir. Vətəndaşlar hər hansı bir zərər görəcəkdir və pis halda ölümlə nəticələnəcəkdir. Və qanunvericilik bu günləri həmin o zərər çəkmiş şəxslərin öz hüquqlarının qorunması ilə bağlı tədbirlər var və qanunvericilikdə bu nəzərdə tutulmuşdur. Qanunvericilikdə həm cinayət məsuliyyəti, eyni zamanda mülki məsuliyyət var bununla bağlı. Deyək ki, hər hansı bir həkim səhlənkarlığı nəticəsində şəxsin sağlamlığına ziyan vurulubsa, təbii ki, həmin həkim cinayət məsuliyyətinə cəlb ediləcəkdir. Eyni zamanda həmin şəxs mülki qaydada ona dəymiş maddi zərəri də tələb edə bilər. Maddi zərər dedikdə nəyi nəzərdə tuturuq? Deyək ki, həmin şəxs, zərər çəkmiş şəxsə düzgün diaqnoz qoyulmayıbsa və bunun nəticəsi olaraq düzgün müalicə olunmayıbsa, buna çəkilən xərclərdir, əməliyyat zamanı onu deməli ödədiyi ödənişlərdir, ona geri qaytarılmalıdır. Mənəvi zərərə görə deməli təzminat tələb edə bilər. Bəli, düzdür. Mənəvi zərərlə bağlı orada məhkəmənin mövqeyidir əsas. Yəni sübut etməlidir təbii ki, vətəndaş ki, oradan da mən mənəvi zərər də almışam, istirab keçirtmişəm və s. Amma burada mütləq şəkildə ancaq və ancaq məhkəmənin mövqeyidir əsas olaraq götürülür. Azğan, bax, iki vəkil insafla da fikirləri yönəltdilər həkimlərin üzərində. Amma mən sırf həkimlərin mövqeyini müdafiə edirəm. Elə pasiyentlər var ki, elə xəstələr var ki, həkimin qoyduğu diaqnoz, əməliyyatdan sonra olan göstərişlər, resept üzrə həblərin qəbul olunmasına yayınırlar. Bunda heç bir həkim məsuliyyəti yoxdur. Bax, ümumiyyətlə, özəl sektorda fəaliyyət göstərən həkimlərin məsuliyyəti ilə bağlı və dövlət müəssisələrində məsuliyyət eynidir. Amma sadəcə olaraq bu günlərin bir sualı mənə daha çox düşündürür. Siz həkimsiniz, böyük bir klinikanın baş həkimisiniz. Yüzlərlə, minlərlə insanlar sizə müraciət edir. Mənim o yüzlərlə, minlərlə insanlar hamısı sizin göstərişlərinizi əməl eləyirmi? Zaten mən hesab edirəm, yox. Buyurun. Əvvəla təşəkkür edirəm dəvətiniz üçün və verilişinizdən istifadə edib bugün tibb bacılarının peşə bayramıdır. Onları da təbrik edirəm. Biz də təbrikə qoşuluruq. Eyni zamanda doğrudan da çox aktual bir mövzudur. Amma deyim ki, sizin sualınıza cavab verəcəm. Yəni, bugün biz həkim səhlənkarlığından, ümumiyyətlə tibb işçilərinin səhlənkarlığından danışırıq. İnandırım sizi, səhlənkar tibb işçisi çox azdır. Amma niyə son vaxtlar bu şikayətlər daha çox oldu? Çünki ən çox, deyim, estetik tərəfdən bu daha üzə çıxdı. Yəni, bu gizli deyil. Sosial şəbəkədə yazılır. Bəli. Gizlədilsiz bir şey yox. Öncə pasiyent həkimi axtarır. Hansı həkimi axtarır? Hardan axtarır? Bu çox önəmlidir. Yəni, gizli deyil ki... TikTok vasitəsilə, Instagramdan. sosial şəbəkə vasitəsilə. Yəni, öncə, əvvələr belə deyildi. Əvvələr həkimin ən gözəl reklamı onun pasiyentləri idi. Bir pasiyent digərini yönəldirdi. Yəni, burada şikayət çox az olurdu. Amma indi son vaxtlar pasiyentlər tanımadan Instagramda kiminsə işini qoyan bir həkimi də bəzən tapırlar. Təbii ki, qeyri-peşəkar həkimlər, mən deməzdim qeyri-peşəkar, yəni yerində olmayan, sertifikatsız həkimlər var. Siz sualınızı, özür istəyirəm, bax, bu günləri Azərbaycanda 2-ci Qarabağ Savaşından sonra konkret qanunvericə dəyişiklik oldu ki, hərbi məlumatların verilməsi hamıya qadağan olundu. Bəli. Yalnız Müdafiə Naziri verdiyi məlumatlardan mənbə kimi istifadə paylaşa bilərsə. Ola bilməzmi Səhiyyə Naziri, tibb və digər bu işdə cavabdeh olan, məsuliyyət daşıyan və bu işin sahibi olan o sosial şəbəkədə paylaşılanlara qadağa qoysun, bir mənbə göstərsin ki, buradan istifadə edir.
Yəqin ki, eşitdilər sizi də, lazımi orqanlar, yəqin ki, gələcəkdə buna da fikir Yəni, verəcəklər. həkim sizin fikriniz necədir bununla bağlı? Mən hesab edirəm ki, Qadağalar olmalıdır. Bəli, olmalıdır təbii ki. Həkimin ən gözəl reklamı, yenə də deyirəm, onun pasientləridir. Bir də onu qeyd edim ki, Nəinki həkimin, biz vəkillərin də elə. həkimlə pasient arasında bir etibar olmalıdır, inam olmalıdır. Əgər inam olarsa, bayaq qeyd etdiyiniz kimi onun yazdığı resepti də riayət eləyəcək, dediyim şərtləri də qəbul eləyəcək. Biz həm pasientin hüquqları var, həm tibb işçisinin hüquqları var. Yəni, bəzən həm pasient, həm tibb işçisi öz hüquqlarını bilmədiyindən biz bugün bax bu vəziyyətə gəlib çıxmışıq. Yəni, pasientin hüquqları nədir? Bunu siz daha gözəl bilirsiniz. Pasientin sirri saxlanılmalıdır. Onun sənədləri, məlumatları pasientin özünə əgər tələb edirsə, olduğu kimi çatdırılmalıdır, qeyri yox. Onun xəstəliyi haqqında, müalicəsi haqqında ətraf, kənar şəxslərə məlumat verilməməlidir. Hətta sir demək olmaz. Mən sizə belə bir fikirdə söyleyeyim ki, bu yaxınlarda biz bir xəstəliklə bağlı tibb müəssisəsinə müraciət elədik. Onlar bizə, mənim vəkil dostuma dedim, eləmə. İmtina elədi, dedi ki, bu həkim sirridir, onu biz paylaşa bilmərik. Onun xəstəliyi var da, qarşı tərəfə məlumat verməyə bizim hüququmuz yoxdur. Bəli, verilməməlidir. Hətta belə deyim də, bəzən olur bizə, pasientin kimsə zəng edir, deyir, mən tutaq ki, Məmmədin qaynatasıyam, qaynanasıyam, onun haqqında məlumat bilmək istəyirəm. Biz telefonda belə onun haqqında heç bir məlumat yaymamalıyıq. Çünki qarşıda olan şəxs, əgər biz adətən deyirik ki, gəlin pasientlə bir yerdə biz məlumat verək. Yəni, pasientin hüququ həkim tərəfindən istənilən zamanı almaq, təbii ki, yalnız xəstəliyinə görə xəstəliyi haqqında bilmək, təbii ki, həkimin də öz hüquqları var. Bir də onu istəyərdim deyəm ki, həkimin də hüququ əsas nədir? Pasient tərəfindən təbii ki, hörmətlə qarşılanmaq, aqressiya olmamaq, həkimi bilmədən onu sosial şəbəkələrdə lazımsız, əsassız paylaşımlar edilməməsi, bu çox önəmlidir. Eyni zamanda, xüsusilə əməliyyatlarda pasient həkim məlumatlı razılıq deyilən bir kağız imzalanır. Məlumatların paylaşıb. Ümumiyyətlə, mən hesab edirəm ki, məlumatların paylanması ilə bağlı, məsuliyyətlə bağlı vəkillərimiz oturub. Ümumiyyətlə, Cinayət Məcəlləsində 296-cı maddə var, belə yalan məlumat vermə və 297 tamamilə fərqli bir münasibət ortaya qoyur. Bu məlumatların yayılması ilə bağlı. Eyni zamanda Ailə Məcəlləsinin bilirsiniz, 13-cü maddəsində tibbi göstəricilərlə bağlı. Buyurun. Məlumatların yayılması ilə bağlı bildiyimiz kimi həm bizim necə ki peşəmizə aid olan vəkil Əslində xəbərçilik deyirlər də. Məlumatlar var. O cümlədən tibb işçilərinin də bu həkim sirri deyilən bir tələblər var ki, hansı ki, pasient deyək, vətəndaş deyək, həkimə müraciət eləmiş şəxsin tibbi məlumatları ilə bağlı onun özünə, indi yetkinlik yaşına çatmayan şəxsə, qanuni nümayəndəsinə, valideynləri və onları əvəz edən şəxslərə və s. Yəni, hüququ olan şəxslərdən kənar digər formada həmin məlumatların üçüncü şəxslərə ötürülməsi ümumiyyətlə qadağandır. Bu, həkimlərə də aiddir, ondan digər peşə sahələrinə aid olduğu kimi. Bu da qanunla həkim sirri, xüsusən pasiyentə olan o xəstəliyi, müraciəti, keçirilmiş olduğu əməliyyat, diaqnozu və s. Bunlar da hamısı qanundan qorunur. Mən bayaqki, ümumiyyətlə, bu verilişimizin mövzusuna uyğun olaraq, bizdə bayaq vurğuladım, kifayət qədər çox ciddi islahatlar gedir. Və bu islahatlarda birbaşa vətəndaşların tibbi xidmətin əlçatanlığı ilə bağlı hüquqlarının təmin olunmasına yönəlir və əminik ki, bu yaxın gələcəkdə də, hazırda da belə deyək, bunun daha faydalı xüsusiyyətlərini görürük və hesab edirəm ki, yaxın gələcəkdə də onların daha belə deyək, əlçatan, daha faydalı, hər bir vətəndaşın müəssər ola biləcək tibbi xidmətlərin təkcə göstərilməsi deyil, onların keyfiyyəti də önəmli məsələdir. Hesab edirəm ki, bu yaxın gələcəkdə də bu daha yüksək səviyyədə olacaq. Gəlin açıq etiraf edək ki, nə qədər ki, bu icbari sığortanın tətbiqi, bu sahədə qanunvericiliyin qəbul olunması, buna uyğun müəyyən işlərin görülməsindən öncə bizim elə bir əhali qrupumuz orta və yaxud maddi baxımından
ortadan da aşağı səviyyədə olan əhali qrupları var ki, onlar bəzi əməliyyatlar var ki, onların müalicə xərcləri həqiqətən çox bahalı idi. Onu qarşılamaq həmin ailələr üçün qeyri-mümkün idi. Amma indi bu icbari sığortanın tətbiq olunduğu müddətdən həmin əməliyyatlar və yaxud ən bahalı müalicə metodları da deyək ki, hər bir vətəndaşın artıq əlçatan hesab olunur və ondan istifadə edə bilir. Dediyiniz o həkim səhlənkarlığı ilə bağlı əsas məsələ budur. Əkbər müəllim, bunun bir obyektiv səbəbi var, bir də subyektiv səbəbi. Obyektiv səbəbi ondan ibarət ki, tutaq ki, misal həkim hansısa bir tibb müəssisəsində fəaliyyət göstərir. Həmin tibb müəssisəsinin özünün müəyyən zəruri avadanlıqlarla təchiz olunmaması və sair kimi hallardan asılı ola bilər. Amma subyektiv səbəblərin bir dənə misal çəkə bilərəm ki, deyək ki, bəzən görürsən ki, bir həkimin qəbuluna müraciət olunur, deyək ki, 50-ci, 60-cı saylar var, yəni müraciətin sayı. Gəlin açıq etiraf eləyək ki, ən peşəkar, ən təcrübəli həkim bir iş saatı ərzində, hansı ki, qısaldılmış iş saatıdır, bəlli məsələdir ki, olur. Həmin müddət ərzində eyni vaxtda 50 nəfər, 40 nəfər vətəndaşa ixtisaslı tibbi xidmət göstərilməsi qeyri-mümkündür. Yəni, bunu da həkimlər özləri, düzdür, indi bununla bağlı icbari tibbi sığortada müəyyən qadağalar qoyulub, hansı ki, müəyyən limiti aşandan sonra həmin həkimin qəbuluna artıq xəstənin yazılması, pasiyentin müraciəti mümkün deyil. Yəni, belə hallar da nəzərə almalıdırlar ki, sonradan bu arada yaranmış hüquq pozuntusuna görə cinayət, inzibati, intizam, hətta mülki məsuliyyət məsələləri ortaya çıxması. Bizim bir reklam aramız var, sonra biz mövzumuza qayıdacağıq. Salam, hörmətli tamaşaçılar. Bir daha biz bugünkü mövzumuzla bağlı baş sponsorun barədə ətraflı məlumat vermək istəyirəm. Mən bugünkü verişimiz Şəhər Mənzil Kooperativinin baş sponsorluğu ilə ərsəyə gəlib. Şəhər Mənzil Kooperativi Bakı və Bakı ətrafında çoxsaylı binaların tikintisi ilə məşğuldur. Binaların keyfiyyətinə, qazın və suyun, işığın vaxtına verilməsi ilə bağlı biz müqavilə öhdəliklərimiz var. İstənilən şəxs təmiri evlər üçün 25.000 manat ödəniş edib Bakı və Bakı ətrafında təmir evlərə hissəsi ödənişə sahib ola bilərlər. Təmirsiz evlər Şəhər Mənzil Kooperativ tərəfindən 5.000 manatdan təklif olunur. Eyni zamanda yəni hissəsi ödəməklə Bakı və Bakı ətrafında Şəhər Mənzil Kooperativinin tikdiyi binalara sahib ola bilərsiniz. Bizim çox dəyərli vəkilimiz, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının vəkil Esmina xanım Rızayeva. Buyurun Esmina xanım. Arzu xanım, bax belə bir polemika girdik. Ümumiyyətlə bu dövlət və özəl sektorlarda əməliyyatlar aparılır. İcbari sığorta ilə aparılır. Vətəndaşların bəzi narazılığı mən qəbul eləmirəm. Çünki bilsin, heç bir həkim istəməz ki, əlindəki xəstəyə bu və ya digər formada ziyan vurmuş olsun. Vəxtun tibb müəssisəsinin, belə deyək ki, imici var. Heç kəs istəməz. Məsələn, biz də vəkilik. Mən istəmərəm ki, 20 saylı vəkil bürosunun vəkili, mən istəmərəm ki, mənim büro adımın, mənim hərəkətlərim büronun adı ilə bağlıdır, kollegiyanın adı ilə bağlıdır. Mən heç bir vəkil onu istəməz ki, hər hansı bir səhlənkarlığa yol versin və vəkil kimi onu görə bilirsə, onu eləməsin. Mümkün deyil. Baxın, Əkbər müəllim, danışa bilərəm. Bəli, buyurun, söz sizədir. Həkim səhlənkarlığı ilə uğursuz nəticəni bəzən pasiyentlər qarışdırır. Həkim səhlənkarlığı bayaq qeyd etdik, məsələn, təyin etdiyi dozanı aşırı təyin edib, düzgün seçməyibdir, əməliyyat zamanı və yaxud da müalicə zamanı düzgün diaqnoz qoymayıb və səhv diaqnoza görə müalicə edibdir. Bir də var, həkimin uğursuz nəticəsi. Məsəl üçün, mən ginekoloqam. Bir ayda 50 pasiyent sonsuzluğa görə müraciət edə bilər. Bu 50 pasiyentə mütləq mən uşaq verəcəm. Bu, yəni, real da deyil. Yəni, realdır. Bu, uğursuz nəticələr ola bilər. Amma o uğursuz nəticənin içərisində həkimin səhlənkarlığı varmı? Bu çox önəmlidir. Yəni, düzgün diaqnoz qoymaq üçün hansısa müayinələrin artıq aşırı və yaxud da lüzumsuz və yaxud da əskik aparması, yazdığı təyinatlarda düzgün olmayan müalicənin aparılması, pasiyentə apararkən hər hansı bir müayinələri tutaq ki, aparmayıbdır. Məsəl üçün deyirəm də, bunda boru sonsuzluğudur, boru neçə ildir uşağı olmur, boru heç yoxlanmayıbdır. Yəni, bu tamam başqa, bu uğursuz nəticədir. Çox incə nüansa toxunursunuz da. Bax, sonsuzluqla bağlı bir tərəfi bəy, bir tərəfi xanım. Bəli. Bu sonsuzluq ikisindən biri daşıyır axı.
Bunu aşkara ortaya Bəzən qoymaq müştərək olur, ikisi də yox, daşıyır. qəbul edirəm. Yəni ən azından bir tərəfdə bəy, bir tərəfdə xanım. Bəli. Yəni sonsuzluqla bağlı hər hansı bir araşdırma aparan zaman bəydə və xanımda olmasın həkim aşkar eləyə bilər. Təbii, onu deyirəm ki, amma ola bilər ki, düzgün aşkarlanıbdır və müalicə düzgün gedir, amma nəticə uğursuzdur. Bunun üçün də alternativ yol var, tutaq ki, ekstrakorporal maylanma. Amma sərlənkarlıq deyərkən, yenə də deyirəm, bəzən pasientlər uğursuz nəticəni onunla qarışdıraraq, görsən həkimə aqressiv münasibətlər başlayır, şikayət eləyir, yəni sizə müraciət eləyir ki, məni düzgün müalicə eləməyibdir, illərdir mən gedirəm, amma mənim övladım yoxdur. Yəni bu tamamilə fərqli bir şeydir. Yəni istədim onu da sizin veriliş nəticəsində vasitəsilə çatdırım. Esmina xanım, xoş gəlmisiniz. Həm məşəki kimi Esmina xanım gecikir. Çox üzr istəyirəm. Bugünkü mövzumuza uyğun olaraq peşə borcumu layiqincə icra edib gəlmişəm. Ona görə üzürlü səbəbdən gecikmişəm. Xanımın, həkimimizin dediyinə istinadən bir fikir bildirim. Uğursuz nəticə gözlənilməyən, yəni müsbət nəticə olmaya bilər. Amma onun nəticəsində əgər zərər dəymişdirsə məsuliyyət yaradır. Zərər dəyməyib sadəcə istənilən nəticə əldə edilməyibsə, bu zaman mülki qaydada artıq maddi mənəvi təzminatla bağlı dava açıla bilər, tələb ola bilər. Amma konkret uğursuz nəticənin nəticəsində belə deyək də, əməliyyat olunub, şəxsə az ağır zərər dəyib, ölümünə səbəb olub, bu artıq onun həyatına, hər hansı bir sağlamlığına təsir göstərib və bununla bağlı rəy verilibsə, təbii ki, artıq burada cinayət məsuliyyəti də ola bilər. Amma bir halda ola bilər ki, Esmina xanım, aparılan müalicənin nəticəsindən fəsadlar baş vermiş olsun. Onu deyirəm də, yəni Filankəs ekspert rəyi müalicə gedir, avtoqazada ölür, onun buna nə aidiyyəti var? Yox, yəni həkimlərin göstərdiyi xidmət nəticəsində, nəticə etibarilə. Nəticə əgər müəyyən olunarsa ki, həkimin vurduğu zərərə görə şəxs həyatını itirib, təbii ki, buradan məsuliyyət olacaq, ehtiyatsızlıqdan baş vermiş olsa da. Amma ötən verilişdə biz bir məqama toxunduq, çox zaman az olur deyə hər kəs sözünü deyə bilmir. Təhlükədə qoyma maddəsində biz, orada net olaraq yazılıb 143-cü maddədə ki, bunun qarşısını almaq üçün imkanları olan şəxslər əgər səhlənkarlıq edərsə, təhlükədə qoyarsa, o zaman artıq insan burada cinayət məsuliyyəti də daşıya bilər. Misal üçün, mən keçən və kazus dedim. O kazusda həkimsən, bacardığın bir işdir. Yəni, bunu bacarırsan və sən görürsən ki, sən kömək etməsən, insan öləcək və sən bunu bilərəkdən etmirsən ki, rayon mənim rayonum deyil. Mən hətta orada qeyd etdim ki, adam sağdır. Və həkim deyir ki, yox, mənim rayonum deyil, mən baxa bilmərəm, protokola ziddir. Protokola ziddiri deyirik, var qanun və qaydalara uyğun səhiyyə tibbi xidmətlər olmalıdır da. Yəni, burada artıq qaydalara xidmət edərək ilkin tibbi yardımı həmin həkim, protokol olsa da olmasa da sənin bacardığın bir işdir. Bunu edib insanı xilas edə bilərdi. Yəni, tıxacdır, yaydır, insanlar artıq yığılıblar. Hər kəs kömək edir və həkimin orada köməksiz, hərəkətsiz dayanması özü bir məsuliyyət deyilmi? Yəni, mən düşünürəm birbaşa burada artıq onun vicdansız və cinayəti artıq etməsidir. Qonşu dövlətlərin birində yaşamayıb və oraya əlaqəsi yoxdur. Qonşu dövlətlərin birində, məsələn, Rusiya Federasiyasında hər hansı bir hadisə baş verən zaman xəstələrin heç birinə heç kəs yardım göstərmir. O vaxtda tibbi təcili yardım gəlməyəcək. Avtoqazada sıxılıb qalmış insan olmuş olsa da belə heç kəs əlini vura bilməz. Yəni, bu onların tibbi personalının qərarıdır. Amma bizdə biri var məsuliyyət. Başqa cürdür. Bizdə axı deyir ki, ümumiyyətlə imkanı olan Valla Hipokrat şəxs. bütün dünya üçün Hipokratdır. Biraz Azərbaycan üçün seçilməyib Hipokrat. Amma bizdə 143-də Kitab var, oradan konkret deyilir ki, maşında kitab var. imkanları çərçivəsində bu adam edə bilərdirsə, etməlidir, borçludur. Və həkim bunu edə bilər, birbaşa birinci insandır ki, həkimsən, tibbi biliyin var və insan, biz orada, misal üçün, mən canlı şahidi olmuşam həmin hadisənin. Hazır şahid ola bilərsən. Görmüşəm, amma biz o xəstəyə toxuna bilməzdik, çünki qolu qopmuşdu. Amma təcili tibbi yardım boş idi maşın və həkimlər də hal-hazırda çağırışda deyildilər. Və bildiyi bir şeydə kömək etmədi. Məsuliyyət tamamilə başqa şeydir, laqeydlik başqa şeydir. Məsələn, elə bir insan orqanizmi vardır, elə məsələn, mənim də həkim qohumlarım var. O uğursuz nəticə insan orqanizmi
müalicə tabi olmur və nəticə olmur. O tamamilə fərqlidir. Bəli, siz çox düzgün vurğulayırsınız və Arzum xanım da çox düzgün qeyd elədi ki, orada araşdırmaq lazım. Təbii ki, qanun bizə imkan verir ki, müraciət edən şəxs hesab edirsə ki, əgər buna zərər dəyibsə, həmin həkimin təqsiri olub-olmaması yoxlanmalıdır. Ona həqiqətən də zərər vurulub-vurulmaması yoxlanılmalı və sonda o məsuliyyətə cəlb olunur. Əgər doğrudan da o səhlənkarlıq nəticəsində həmin şəxsə zərər vurulubsa, təbii ki, o cinayət məsuliyyətinə cəlb ediləcəkdir. Yəni burada əlaqəli səbəb, belə deyim, səbəblə əlaqə, daha doğrusu nəticə ilə səbəb əlaqəli olmalıdır. Və bu o deməkdir ki, deyək ki, məsələn, bayaq dediyiniz kimi, əgər qanunvericilik buna qadağa eləyirsə ki, bu deyək ki, bu fəaliyyətlə məşğul olmasa və bu onunla fəaliyyətlə məşğul olur və bunun nəticəsi olaraq şəxsə zərər vurulursa, təbii ki, bu cinayət məsuliyyətinə cəlb ediləcəkdir. Amma elə bir şeylər də var ki, deyək ki, həkimin buna səlahiyyəti var, buna biliyi imkan verir, bu hər hansı bir cərrahi əməliyyat keçirir. Hər bir orqanizmində özünün, belə deyim, qorumaq, özünü xilas etmək bir funksiyası var. Hər kəsdə o eyni deyil. Təbii ki, yaşdan asılıdır, təbii ki, hər hansı bir sağlamlıq imkanlarından asılıdır və həkimdən asılı olmayaraq səbəblərdən əməliyyat uğursuz alınır, deyək ki, və yaxud da ki, ölüm nəticəsi baş verir. Təbii ki, burada təkcə həkimi günahlandırmaq lazım deyil. Burada birinci növbədə araşdırılmalıdır. Araşdırma da belə aparılır ki, adətən belə işlərdə, deyək ki, cinayət işi açılıbsa və artıq iş gedibsə məhkəməyə, burada tibbi ekspertiza keçirilir. Tibbi ekspertizada artıq müəyyən edilirsə ki, həqiqətən də bu həkimin hər hansı bir düzgün diaqnozu, səhv diaqnozu nəticəsində, səhv, deyək ki, keçirdiyi əməliyyat nəticəsində bu baş veribsə, ölümlə nəticələnibsə, belə olan halda, bəli, əlbəttə ki, həmin həkim cinayət məsuliyyətinə cəlb edilməlidir. Bu yaxınlarda Azərbaycan rayonlarının birində məhkəmə prosesi gedir. Məndən öncə bir məhkəmə prosesi gedirdi. İşin mahiyyəti bilirsiniz nədən ibarətidir? Deməli, xəstəxanada şura var. Şuranın qərarı ilə həkim işdən çıxarılmışdı. Və əsas da gətirilirdi ki, bu həkim keysəriyyə əməliyyatından daha çox edir. Nəyə görə? Bunun xəstələrinin hamısı məhz keysəriyyə əməliyyatı ilə dünyaya uşaq gətirirlər. Həkimlər yığışıb onun işdən çıxmasına nail olmuşdu və məhkəmədə belə deyək ki, o xanımın iddiasını təmin edir və işə bərpa elədi. Bu həkimlərin arasında da fərq var. Məsələn, bu günləri məsuliyyətsiz, məsələn, sosial şəbəkədə həkimlər var ki, əl işlərini reklam edir. Mən şəxsən bunu əleyhinəyəm. Bu tip xalqın, millətin sağlamlığı da gələcəyidir. Buna aidiyyatı olan təşkilatlar daha ciddi yanaşmalıdır. Buyurun. Paylaşılmaqla bağlı əgər şəxs ümumiyyətlə şəxsi toxunulmazlıq hüququna toxunulur burada. Çünki şəxsin özünə bağlı və ailəsinə bağlı hər hansı bir sirri mi deyək, şəkil, foto, videoları paylaşılırsa, bu birbaşa həmin həkim tərəfindən onun şəxsi toxunulmazlıq hüququnun pozulmasıdır ki, bununla bağlı da 156-cı maddədə Cinayət Məcəlləsində qeyd olunub ki, məsuliyyətə cəlb edilə bilərlər. Bu konstitusiyon hüquqdur. Amma ki, yenə deyirəm, biz burada qeyd edirik, sizin göstərdiyiniz kazusda çox maraqlı kazusdur. Bir həkimin keysəriyyə əməliyyatını daha çox icra etməsi onun yaxşı və yaxud pis həkim olması deyil. Onun işdə özünə qoyduğu seçim hüququdur və vətəndaş da bununla razılaşırsa, artıq bilirik ki, tibbi personallarla, həkimlə vətəndaş arasında, pasiyent arasında müqavilə olur. Və hər iki tərəf razıdırsa, bu səbəbdən işçinin işdən azad olunması düşünürəm ki, yəni qanunsuz idi, ona görə də iddiası təmin olunaraq bərpa olunubdur. Amma tam şəkildə, tutaq ki, dövlət xəstəxanasıdır, nizamnamədən kənara çıxılır. Özəl xəstəxanalarda, tibb mərkəzlərində lisenziyadan kənar bir xidmət göstərərsə şəxs, təbii ki, bununla bağlı artıq 142-ci maddə öz təsdiqini tapır o maddədə və cinayət məsuliyyəti də yaradır. Çünki insan ona qadağan olunmuş və yaxud sahəsi olmayan peşə üzrə xidmət göstərməsi onun üçün əks göstəricidir və bunun üçün də cinayət məsuliyyəti daşıyır. Bu yaxınlarda yəqin ki, televiziyada yayılmışdı. Səhv eləmirəmsə, ümumiyyətlə həkim vəsiqəsi olmayan şəxs tərəfindən ev şəraitində
öz qohumuna əməliyyat etmişdi. Bəli, biz sosial şəbəkədə Və tanış yəni olduq bunu bununla. biz Nəticə etibarən ölüm estetik nəticələndi. əməliyyat ölümlə deyirsiniz. nəticələndi. Estetik Yəni Bunu həkim personal eləsin, həkimlər eləsin, adlı san həkimlər eləsin. yəni belə Bizim adımızdan hallarda istifadə edib olur. vəkili fəaliyyətində məşğul insanlar da var. Aşkar olunur olan çox. son Elə zamanlarda. həmin halda tutaq ki, ali və yaxud orta tip təhsili olmayan şəxs tərəfindən icra olunmuş əməliyyat sırasında cinayət məsuliyyətini də yaratmış yenə olur. də ona müraciət edən şəxslə yerə söhbət gedir. Seçim, pasiyent gör kimi seçir və bu ev şəraitində özünü belə deyim də etibar Ən edir ki, azından özündə məsuliyyət olmalıdır, vətəndaş məsuliyyət olmalıdır. Vətəndaş məsuliyyətli olmalıdır, düzdür. Amma yəni bunu icra edən şəxs daha çox məsuliyyət daşıyır. Sənin əgər tibb təhsilin yoxdursa, sənin lisenziyan yoxdursa bununla məşğul olmaq, sən niyə bunu? Həm də ev şəraitində. eyni zamanda ev şəraitində, yəni Əkbər müəllim, məsələn, təbii ki, cinayət məsuliyyətinə cəlb edilməlidir belə şəxs. dövlət xəstəxanalarında belə bir şey yəqin ki, heç vaxt ola bilməz, amma özəl tibb mərkəzlərində adətən sertifikatsız deyək də həkimlər bu yenə də idarə rəhbərinin üzərinə düşür. Çünki idarə rəhbəri, biri də mənəm, idarə rəhbəri işçi qəbul edərkən istəyir kiçik, orta tibb işçisi, istər ali tibb işçisi, həkim təbii ki, onun sənədlərini yoxlamalıdır. Yəni sertifikasiyası olmayan həkim nə dərəcədə işə götürmək olar ki, gələcəkdə də yəni bu yenə də idarə rəhbərinin üzərinə düşür bu məsuliyyət. Mən bu günləri bir çox dəyərli bir şairə xanımız var. Mənim oxuduğum orta məktəbi bitirib, hal-hazırda Ağcabədi Aşağı Qəyamanın kəndində tam orta məktəbi müəlliməsidir, sinif müəlliməsidir. Gülsüm Saday qızının növbəti belə deyək ki, şairəmizin kitabı işıq üzü görüb. Mən onu təqdim edirəm və çox maraqlıdır. Şəhidlərimiz barəsində yaxşı şeirləri var. Birinci Qarabağ Savaşında və İkinci Qarabağ Savaşında ondan çox qazi və yaralılarımız var. Onların belə deyək ki, həyatını və həyatını əhatə edən onların iştirakçıların bir 50-yə yaxın müharibə veteranının bu kitabda yeri var. Mən Gülsüm xanımın, Gülsüm Saday qızının yeni kitabını işıq üzü görmə münasibətlə təbrik edirəm. Qəhrəman müəllim, onun cinayət tərəfini mən istəyərdim. Xəlq xanım, sizə fikrini söyləyin, yəni belə aktiv olun, biraz zəhmət olmasa. Hər halda çalışır, proporsiyanı gözləyək. Təbii ki, imkan yaradırıq ki, hər kəs öz fikrini söyləsin. Məsələ nədən ibarət? Birinci, gəlin belə danışaq ki, biz o sırf cinayət məsuliyyətindən danışdığımız təqdirdə məntiqi olaraq belə anlanır ki, artıq bu hüquqazid əməl baş verib, biz bunun nəticəsi var, zərərli nəticəsi və nəticəsinə uyğun olaraq da cinayət, mülki, inzibati, intizam və s. məsuliyyətdən danışırıq. Amma biz gəlin tövsiyə eləyək ki, həm həkimlərimizin özünə istəyir, özəl tibb sahəsində istəyir, dövlət tibb müəssisələrində çalışan həkimlərin, sözsüz ki, bir tövsiyə eləyək ki, həm ümumiyyətlə, düzdür, kifayət qədər, bilirsiniz, bizim cəmiyyətdə bir mənfi tendensiya da var. Biraz egoistlik var bizdə, hətta bizim özümüzə də. Kimsə bir yaxşı mənada məsləhət görəndə, sanki onu özümüzə bir qıcıq hesab edirik, qəbul eləmək istəmirik. Düzdür, bizim kifayət qədər peşəkar həkimlərimiz Birisi var. Birisi deyəcək, o məsləhət məsələn, mənim də qohumlarımdan var, yaşlı qadına da mənə deyir ki, başa deyim, ağıllı ol, ağıllı ol. Artıq kifayət qədər bizim nəinki respublikada, dünyada tanınan, dünya səviyyəli, çox sədə deyir, başa deyim, ağıllı ol, sən yaxşı ol, ağıllı ol. Adam tanınan tibb mütəxəssislərimiz var, işinə vicdanla yanaşan, çox peşəkar, belə yüksək səviyyədə. Lakin biz ümumilikdə deyirik, əlbəttə ki, biz burada söhbət mövzu işinə vicdanla yanaşan, nöqsan eləməyən, pasiyentlərin hüququn pozan şəxslərə, həkimlərə, tibb mütəxəssislərinə aid deyil. Bu qaydaları pozanlara müraciətimiz, məsləhətimiz ondan ibarətdir ki, birinci ümumiyyətlə çalışaq, bu qaydaları, bu qanunla həkimlərin, o mütəxəssislərin üzərinə qoyulan tələbləri üzr istəyirəm, pozmayaq ki, sonradan da hər hansı bir məsuliyyət olsun. Bayaq dediyiniz məsələ, reklam məsələsi. Bizim əhalinin sağlamlığının qorunması haqqında çox gözəl qanunumuz var. Orada kifayət qədər tənzimləmə var. Hətta orada yalnız istisna həkim müəyyən bir müalicə metodu ilə bağlı kütləvi informasiya vasitələrində məlumat verə bilər. Amma həkimin şəxsin özünə və yaxud müalicə üsulu olaraq dərman preparatının reklamı həm əhalinin sağlamlığının qorunması haqqında qanunda, həm də bizim reklam haqqında qanunda qadağan. İndi buradan həm də çağırışımız ondan ibarət ki, düzdür, bizim bəzi sahələrdə ikili idarə etmə sanki belə bir model mövcuddur. O cümlədən tibb sahəsində bir tərəfdən bəzi tibb müəssisələri Səhiyyə Nazirliyinin tabeçiliyindədir, bəzisi təbib tibbi ərazi bölmələrinin idarə etmə birliyində.
buradan sanki biraz çaşqınlıq Yəni yaranır. vətəndaşlar Ona da görə- çaşqınlıq yaranır. Bəli, ona görə də mən tövsiyə edərdim ki, bu qanunun icra olunmasına düzgün nəzarət olmadığı təqdirdə, Hətta yəni bilirsən, onu qəhrəman, pozanlar mən nə təklif edirəm? aşkar olunub. Mən nə Məsuliyyətə indi bax çox üzr istəyirəm, məsuliyyət qoyulur vətəndaşın üzərinə. Birinci vətəndaş seçməlidir. Əgər bazarda üzr istəyirəm, bu xidmət sahəsində sertifikatı olmayan və yaxud müəyyən lisenziyası olmayan həkim niyə olmalıdır ki, vətəndaş da onu Ona səhv müraciət seçməlidir? eləsin. Deməli Mənim- nəzarət mənim- düzgün qurulmalıdır. biz ziyalı Belə kimi- hallara mənim yol fikrim- verilməməlidir. Mənim bax biz ziyalı kimi fikrim nədən ibarətdir? Tibb təhsili olmayan, tibb bacısından tutmuş həkimə qədər ağ xələti geymək digər o qeydiyyatda oturan hamısına qadağan olunsun. Çünki bax girsən xəstəxanalara, baxsan hamısı ağ xələtli, sən istəsən onu doktor deyə müraciət edirsən. Hörmət əlamətidir. Amma o qeydiyyatçı çoxun təsiri yoxdur. Mən çox üzr istəyirəm. Adın özünü niyə ucuzlaşdırırlar? Adicə o reklam dediyiniz məsələ. Çox mənim də hörmət elədiyim həkimlər var ki, bəzən çıxıb şou verilişlərində verilişin formatı uyğun deyil. Onun yerinə sanki Bax, az Arzu qala xanım, adam özü utanır siz ki, böyük o bir klinikanın həkim yeri deyil. rəhbərisiniz. Bax, mənim bu təklifimi siz qəbul edirsinizmi? Təbii. Təbii. Sizin qeydiyyatçılarınız var. Nəyə görə Bizim qeydiyyatçı oğullar yalnız qeydiyyat öz formalarındadır. Yəni xalat geyinmirlər. bax sizdə elə bir varmı nümunə üçün ki, məsələn, tibblə heç bir əlaqəsi yoxdur. Bu qeydiyyatda oturur. Nə görə o formanı geyim oturmalıdır orada? Məncə qeydiyyatçıları heç vaxt xalat geyinmirlər. Nəinki qeydiyyatçı? O görürsən ki, orada məsələn xadimənin öz geyimi var. Təbii. Məsələn biz vəkil olaraq o mantıya çox hörmətlə yanaşırıq. Bu günlər o mantiyəni vəkillər kollegiyasının üzvü olmayan şəxslər heç birisi geyinməsə qadağandır. Geyinə də bilməz. Hətta geyim şəkil çəkdə də bilməz. Buyurun. Geyinməməyə görə də məsuliyyət var. Bəli, geyinməmədə Biz bilməz. deyirik, vətəndaşın üzərinə qoyaq. Amma baxın, əgər özəl tibb müəssisəsində çalışırsa bir həkim, ona kim nəzarət eləyir? Bax bu məsələ çox nəzarətləri var. Nəzarət edə Rəhbəri, bəli. bilirsiniz. Özəl rəhbəri. Birinci elə idarənin öz rəhbəri. Demək ki, orada həm də Məsuliyyət idarənin üzərində əgər olmasa mən düşünmürəm. belə bir hallar baş verirsə, deyək ki, tibb işçisi hər hansı bir təhsili olmadan və ya sertifikasiyadan keçmədən bu fəaliyyətlə məşğul olursa və buna rəhbər göz yumursa, təbii ki, həmin rəhbəri də məsuliyyətə cəlb etmək lazımdır. Bilməli. Çünki vətəndaş müraciət eləyəndə özünün sağlamlığına ona etibar eləyir. Ən qiymətli insan üçün nədir? Onun sağlamlığı, onun həyatı. O Səhhəti, buna bəli. etibar edirsə və bu həkim olmayan şəxs bunun üzərində necə deyim axı, подобный кролик deyirlər ruslarda. Belə bir Təcrübə dovşan. Hə, dovşan kimi onun üzərində bir əməliyyat aparır, baxır görür bundan icad edir, növbətində başqa cür eləyir. Yəni təbii ki, belə bir həkim olmayan şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdır. Və mən vətəndaşlara maarifləndirmə məqsədi ilə belə bir şey izah eləmək istəyərəm ki, bir vəkil olaraq vətəndaşlar mütləq hara müraciət eləyirlərsə, hansı hakimə müraciət eləyirlərsə, sosial şəbəkələrdə olan reklamlara aldanmayın. Birinci növbədə araşdırın. Bu şəxs həkimdirmi? Bunun təhsili varmı? Bunun əgər özəl deyək ki, tibb müəssisəsində çalışırsa, bunun bu lisenziyası varmı bu əməliyyatı deyək ki, həyata keçirməsi üçün? Deyək ki, dövlət müəssisəsində çalışırsa, buna Xələ xanım, bizim ataların bir yaxşı sözü var, deyir kərə yağın reklama ehtiyacı yoxdur. Arzu xanım, bu vətəndaşla həkim arasında o davranış etik qaydaları ilə bağlı. Əkbər müəllim, mən nəyə qeyd edeyim? Xəylə xanımın sözünün davamı olaraq Biraz bir vaxtınızı çox film keçirdiniz, klinikalarda zəhmət olmasa. artıq hər həkimin qapısının ağzında, özəl klinikalarda rastıma daha çox gəlib. Orada həkimin QR kodu ilə bağlı QR-lar qoyulur. Harda ki, vətəndaş foto çəkərək həmin QR-a daxil olur. Həkimin tibb təhsili ilə bağlı bütün məlumatları əldə edir. Məncə bütün xəstəxanalar bunu tətbiq etsə, hansı təhsilləri var, haralarda oxuyub, hansı əməliyyatları, neçə il onun təcrübəsi var. Bizdə həkimdə bizim vəkillər kollegiyası saytına Bəli, girirsən. sayta girirsən, məlumat alırsan. Rəsmi səhifədə xəstə, pasiyent məlumat alaraq sosial şəbəkələrdə yox. Sosial şəbəkələrdə bir çox şeylər bilirik ki, saxta da ola bilər. Öz tam Qəhrəman şəkildə Qarayev vəkillər kollegiyası saytına girib bütün damları var. Yəni insan özünə olmadığı kimi də təqdim eləyə bilər. Amma hər şəxs, sosial hər bir şəbəkələr. vətəndaş onu bilmir axı. Konkret misal üçün kollegiyanın rəsmi səhifəsində necə ki Əkbər müəllim çox düzgün vurğuladı və bir çox özəl klinikalardakı o həkimin qapısının girişində olan o QR kodlar ki var, vətəndaş daxil olur və həyatını tapşırır. Biz oyun oynamırıq, Çox üzr sağlamlıqla istəyirəm, Esli oynayırıq. xanım. Bütün kafe restoranda QR kod var.
Arzu xanım, vaxtımız azdır, bir dəqiqə fikrini samu etika qaydası ilə, davranış qaydaları var. Təbii ki, hər bir həkimin, o bayaq qeyd etdiyiniz protokol elə özü həkimin eyni zamanda onun, belə deyək də, qanunudur. Protokoldan çalışır həkimlər geriyə kənara çıxmasın və həkimlər birinci növbədə ona müraciət edən bütün pasientləri sənədləşdirməlidir. Çünki hər bir sənəd, hər bir pasientin sənədi əgər ona kartuşka deyirik də, karta açılırsa və onun anamnezi ora toplanırsa, xəstəlik tarixçəsi bu çox mütləqdir. Həm ikinci dəfə gələndə o pasienti tanıyacaq, həm də pasient də məsuliyyətli olur ki, həkim bunun artıq kartı açdı. Yəni, təbii ki, ona bayaq qeyd etdiyim kimi lazımi vaxt ayırırsa, ona hər hansı bir zəngində cavab verirsə, telefonu onun üzünə qapatmırsa, onu tam dinləyirsə, diaqnozun seçilməsində pasientlə razılaşırsa, yəni o diaqnozu ona izah edirsə, səndə həqiqətən bu xəstəlik var, onun özünə məlumat verirsə və yazdığı müalicəni də həqiqətən bu müalicəni yerinə yetirəcək, yetirməyəcək, bunu da araşdırırsa, dərmanların əks təsiri, yanaşı təsirini izah edirsə, çünki çox vaxt biz orada da pasiyentə demirik, dərmanların yanlış var, yanaşı təsiri var, əks təsiri. Bu haqda da məncə həkim pasiyentə xəbər verməlidir. Çox sağ olun. Biz Şəhərin Mənzil Kooperativinin baş sponsorluğu bugünkü verilişimizi tamamlayırıq. Allah qismət eləsə davam olacaq və çalışırıq ki, biz vətəndaşlarımızı, dövlətimizi maraqlandıran, dövlətlə vətəndaş arasında münasibətləri tənzimləyən maddi hüquq normalarını hər zaman təhlil edəcəyik. Biz bir qanun və icra proqramı olaraq çalışırıq ki, həm vətəndaşlarımız maarifləndirilsin, həm də məlumatlandırılsın. Hörmətli tamaşaçılar, sağ olun, gələn görüşlərə qədər Allah dövlətimizi və millətimizi qorusun. Şərur MTK-nın baş sponsorluğu ilə qanun və icraya baxdınız. Şərur Mənzil Tikinti Kooperativinin sədri İsfəndiyar Axundov. Şirkət artıq 30 ildir ki, Bakı şəhərində mənzil tikməklə məşğuldur. Ona görə də çox böyük təcrübəyə malikdir. Yəni binalarımız həm keyfiyyətli, həm dayanacaqlı, həm də vaxtında qazın suyun işığını veririk. Ona görə də biz müraciət edirik sakinlərə. Yasamalda, Sarayda, Xırdalanda, Qobuda mənzillərimiz var. Təmir evləri üçün 25 bin manat, təmirsiz üçün 5 bin manat ilk ödəniş olacaq və uzun müddətli mənzillərə sahib ola bilərlər. Qapımız hər zaman üz-üzə açıqdır.